Diqqət! Bu məzmun 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulmuşdur və heç bir halda fahişəliklə məşğul olmağı, fahişəlik fəaliyyətinin təşkilini, əxlaqsızlıq əməllərinə cəlb etməni təbliğ etmir. Hər zaman tək gəlib, oturub 35 belə yaşlarında zətdə bir adam içirdi, heç kimə heç nə demirdi, qadın çağırmırdı, yanına gedirdi. Bir gün mən dedim ki, mən işləmirəm, içimdə belə boğulma var idi, bilmirəm. Getdim, oturdum bunun yanına, dedi, nə istəyirsən? Dedim, heç nə, qorxma, sən pulu içməyəcəm, sadəcə oturum, heç kim mənə için təklif eləməz. Biraz içdi, nə o danışır, nə mən. Dedi, neçəyə işləyirsən? Dedim, neçə vermək istəyirsən, amma bugün işləmirəm. Dedi, bəs bir aylıq nə istəyirsən? Dedim, sənin ona pulun çatası deyil. Dedi, sən bir də bəlkə gəlib bankaya arayacam. Amma dedi, bir aylıq mənim arvadım ol. Dedim, yəqin içkilidir. Müəyyən bir məbləğ, yenə də elə içki ailəmə atdım. Sabah günü yenə gəldi, dedi, olar ki, bunu biraz, məsələn, 10.000 TL aşağı eləyəsən. Dedim, olar, nə olub ki? Gördüm, həqiqətən də adam ciddi yanaşır. Birinci elə bildim, psixoloji problemi var, dəlidir, nədir? Bu sabahı günü səhər tezdən məkan açılmayıbdı, bu gəlir, gedək bizə, ala pulu. Mən otuzdurmuşum, deyirəm, sən mənim bir başa sal. Deyir, mənim istədiyim qız mənim anamı gələ almadı, o içdi, zəhər içdi, öldü. Deyirəm, sən ananın nakazat eləmək istəyirsən, mən aparırsam. Deyir, narahat olmayım, mən sənə toxunmayacağam. Arxain olub barədə. İşləmirsən, başqa-başqa kişilər. Allah da mən verdim o pulu. Mən o pulu qaytara da bilərdim, qaytarmayıb getməyə də bilərdim. Sırf o insana içdən belə acıdım, bilmirəm. Getdim, qəşəng yerdə, qəşəng səmtdə ev. Onun valideynlərinin bir yerdə yaşayır. Bəli, adam saldı evi, dedi, karımdır da, anası həqiqətən də indi yaşayır, rəhmətə gedib bilmirəm, həqiqətən də əzazil qadını idi. O evladlarına düşkün. Anası ilə işim yoxdur əslində. Nə danışırsan? Bacıları mənə əl atmaq zat. Bu dedi, nə danışır? Karımdı bitdi, hələ də deyirəm, karımdı bitdi. Mən Rovna 23 gün, 22 gün qaldım orada. Əlimə dəymədi, ürəyin nə istəyir, restorandan gətirstir, atası dövlət məmurudur, vəzifəlidir, uşaq özü işləmir. Bir gün anası ilə qoxnada söhbət eləyirik. Dedi, mən bilirəm, məni incitmək üçün gətirib bura. Mən heç nə demirəm, qulaq asıram. Deyirəm, niyə məndən yaxşısını alacaqdı? Alıb da arvad buynuz olmur ki, mən də arvadam da. Deyir, bilirsən, insan evladını istədiyindən bədbaxt eləyir. Desəm sənə, kimi üçün ki, ölür oğlan, huri mələkdi, belə super göz, yox. Sadəcə sevdiyi bir adam. Sevib də adam, alaydız da. Ona görə deyirəm, valideyn bədbaxt eləyir uşağı. Oğlan yenə də, mən evdə də olsam, gedir hər gün içir, gəlir, tank sönür, yatır. Mən görürəm ki, ana deyil, bacılarıdır belə afi ilan. Bacıların ikisini də döydüm o 20 neçə gün ərzində. Siz döydünüz? Elə döydüm. O uşağın acı